onkoloji bir xəstə bizdən dua istədi. İmamın 40-ına bir neçə gün qalmış bu cümə məscidinə, İçəri şəhər cümə məscidinə gəldi bura. Dedi, təşəkkürə gəlmişəm. Nə təşəkkür? Dedi, siz məhərrəmlik zamanında 10 gün imamın 3-ü daxil, imamın 7-si daxil dua etdiniz. Biz də amin dedik. Onkoloji xəstəlikdən bilən əsər qalmadı. Nə qədər insanlar var ki, burada övladı xəstə olub və yaxud övlad olmayıb, övlad arzusunda dua eləyən insanlar gəliblər. Onlar növbəti ildə gəliblər, deyiblər, Allah bizə övlad verdi. Və mən bu canlı şahidi olaraq mən sizinlə bunu bölüşürəm. İmam Hüseynin məclisi sıradan bir məclis deyil. And olsun bu geciyə. Sən 10 gün İmam Hüseynin məclisinə sərasər, ardıcıllıqla gəl, möcüzəni görərsən İmam 7-sindən sonra. Əgər o bəhrəni, o faydanı almasan, onda gəl mənə deyinən ki, mən istəyimə çata bilmədim. Tez bir zamanda, çünki İmam Hüseyin əleyhissalam nicat gəmisidir. Kim bu gəmiyə minəcəksə nicat tapacaq.